Qızıl min illərdir dəyərli hesab olunur. Amma bu dəyər təkcə ənənə və simvolika ilə bağlı deyil. Onun arxasında elm, statistika və iqtisadiyyatın kəsişdiyi real səbəblər dayanır. Elmi baxımdan qızıl nadir elementdir. Yer qabığında orta hesabla hər milyard atomdan cəmi 4-5-i qızıldır. Bu isə onu dəmir və ya alüminium kimi metallardan minlərlə dəfə az tapılan edir. Üstəlik qızıl kimyəvi cəhətdən son dərəcə sabitdir. Paslanmır, oksidləşmir, çürümür. Arxeoloqlar 1000 illik qızıl əşyaları demək olar ki, ilk günkü vəziyyətində tapırlar. Bu davamlılıq onu zamana davam gətirən sərvətə çevirir. Fiziki xüsusiyyətləri də onu unikal edir. Qızıl yüksək sıxlığa malikdir. Çox yaxşı elektrik keçiricisidir və inanılmaz dərəcədə döyüləndir. Cəmi 1 qram qızıldan 1 kvadratmetr nazik lövhə hazırlamaq mümkündür. Bu xüsusiyyətlərə görə qızıl yalnız zinət əşyalarında yox, elektronika, tibb və kosmik texnologiyalarda da istifadə olunur. Məsələn, peyklərdə və kosmik aparatlarda qızıl örtüklər radiasiyadan qorunma üçün tətbiq edilir. 2024-cü ilə olan məlumatlara görə, Dünya Mərkəzi Banklarının ehtiyatlarında 35 min tondan çox qızıl var. Pul sistemləri tarixində qızıl uzun müddət əsas rol oynayıb. Qızıl standartı dövründə dövlətlərin valutaları birbaşa qızıl ehtiyatları ilə dəstəklənirdi. Bu sistem rəsmi olaraq tərk edilsə də, qızıl hələ də qlobal maliyyə sistemində son sığınacaq kimi qəbul olunur. Statistik olaraq son 50 ildə qızıl uzun müddətli perspektivdə inflyasiyanı üstələyən dəyər artımı göstərib. Nəticədə qızıl dəyərlidir çünki nadirdir, fiziki cəhətdən məhv olmur, texnoloji baxımdan faydalıdır və iqtisadi sistemlərə inam sarsıldıqda belə öz etibarını qoruyur. İnsanların qızıla olan inamı mədəni bir refleks kimi başlasa da, bu inamı bugünə qədər daşıyan əsas amil onun dəyişməz elmi və iqtisadi üstünlükləridir.